Dinimizdən danışmaq istəyirəm. Son zamanlar Çevik adında bir adam çıxır, sosial şəbəkə vasitəsilə Allahın olmadığını sübut eləməyə çalışır, ateizmi təbliğ eləyir və bu da böyük bir rezonansa səbəb olur. Və bunun da canlısına xeyli insan baxaraq həmin adamı demək olar ki, reytingdə qabağa çıxardılar və təbliğ eləmiş olurlar. Mən isə deyim ki, burada problem Çevikdə deyil. Problem Çevikin canlısına qoşulub və bisavad olduğunu sübut eləyən insanlardır. Xüsusən dinimizin adından danışan insanlar. Bəzən insanlar heç soruşur ki, Quranı oxumusan, sonra məlum ki, Quranı oxumayan adamlar din adından danışmağa, dini müdafiə eləməyə, İslam dininin bisavad, anlamaz adamlara bəlkə də heç onun təbliğinə ehtiyacı yoxdur. Yəni, insanlar çıxdıqda, sən çıxırsan, bu adam müharibə veteranıdır, qazidir, medalları ilə hər kəsə, yəni vətəndaş olduğunu, yəni bir vətənpərvər olduğunu göstərir və dini də çox gözəl bildiyini sübut eləməyə çalışır və özü də ateizmi təbliğ edir ki, mən artıq Allahın varlığına inanmıram və bu adamın əlinə çıxan adamlar da özlərini biabır eləməkdən başqa dinimizi də aşağılayırlar. İslam dininin əsas problemi Çevik və Çevik kimlər deyil, İslam dininin əsas problemi bisavad, dini savadı olmayan və ya dünyavi savadı olmayan, elmi təhsili olmayan insanların din adından danışmağı, bəzən də dinimizə rəhbəri eləməyə qalxmağıdır. Ən böyük problem bax bu adamlardır.